bacı. Başlayalım. Geçsin olmadı. Geçti. 1, 2, 3. Herkese selam. Necəsiniz? Canlarım, ballarım. Bugün sizlerle birlikte Editlerimizi izledik. Videosu çekirik. Sizin düzelttiğiniz editlere bakırız. Bəli. Arkadaşlar, dönəklərime bakın. Dırnaklarına bakın. Bəli uşaqlar, uzun zamandır bu videonu çəkməyi istəyirdim. Və bugünə qismətiymiş. Əslində Ragiflə çəkməyi istəyirdim, amma Ragif işdən çox gec gəldiyi üçün alınmırdı və bugün axşam da evdə olmayacağımız üçün videonu daha çox gecikdirməyim dedim və başlayaq çəkməyə. İlk öncə hər birinizə vaxt ayırıb, əziyyət çəkib, videolardan hissələr götürüb edit etdiyiniz üçün, bizi sevdiyiniz üçün ayrı-ayrılıqda hər birinizə çox təşəkkür edirik. Belə yəni paylaşdığınız bütün editlər də Sevra Biz birinci sınıfa başlayırdık. Gayet çok beğenmişim. Ve birinci bakanda da ben çok beğenmişim. Biz izleyicimize çok sağ olsun onu düzelttiği için. Çok beğenmişim de. Nədən bəhs etdiyini göstərəcəm. Arkadaşlar, videoya başlayaq sizi seviyorum. Eğer videonu bəyənsəz sizi seviyorum deyir. Belə başlayaq editlərimizə baxmağa. Bir. Hamısını bəyənmişəm ki, bir sıraya qalsın. Əslində istəyərdim ki, belə ekrana yerləşdirim. Burası da eləyə bilmədim, çox da əlləşmədi. Neyse. Arkadaşlar bakın. Arkadaşlara bakın. Necə girmişdim mən belə falan? Bir dakika. Bəyənilən videoları hər birini bəyənmişəm, saxlamışam ki. Arkadaşlar bakın. Bu arada beğendiğimlerimi iki kısa koyacağım ki mahnıdan spam yemeyeyim ele göstereceğim size. Deməli, ilk önce başlayaq Sevranın bəhs etdiyi videodan. Hazırsınız gəlməyə? Başlayaq. Bakın arkadaşlar görün. Aha, başlayaq ilk videodan. Eləmə Rafik. Arkadaşlar. Sevranın ad günündə video. Arkadaşlar adım benim Yavuz'du. Onun adı Yavuz'du. Birinci dəfə izleyenlerimiz varsa abone olmayı Adım unutmayın. bacımın Sevda'dı. Bacısının adı Sevradır. Mamasının adı nədir? Sevda. Aşinuklu. Başlayaq. Başlayaq. Necə bayaq başlayacağıq bu indi qismətini. Başlayaq. İlk öncə Sevraşın ad günü edit düzəldib paylaşmışdınız. Önce onu göstəreyim. Bir dakika. Beklemedi. Bu videonun editini düzəldirmişdi kimsə, Sevra ona deyir. Belə. Sonra digər, indi bu video haqqında fikirlərin, ad günü editin haqqında fikrin. Sevraşım, sən nə var? Beğendin? Ay bacı. 10 üzerinden haksız. Bacı. 10 üzerinden 100. Bacı. Aslan. Ne dedi? Sənə nə dedi? Yaxşı. Bacı. Sen tort istesen yoksa Barbie'ye tort. Deyir Spider-Man tortu, sən ya Barbie tort. Mənə düş. Sildi. Mən silməyəcəm. Belə, mən də bəyəndim editi. Əsas mənim üçün odur ki, ad günü dəyər verib video paylaşıb, video düzəldib, bəzi qohumlarımızın yaxşı. Video düzəldib, video paylaşıb. Hə, yaxşı, sonra aşkım deyəm. Sonra növbəti videomuz. Aha. Görünür. Bu növbəti videomuz. Yenə mi gəldi? Növbəti videomuz canlımızdan səs kaydı alıb düzəldiblər. İradə və Aysu. Videoların yarısını demək olar ki, onlar düzəldiblər. Buradan onlara ikisinə təşəkkür edirik. 100% izləyəcəklər videomuzu. İkisi ilə də Instagramda tez-tez danışırıq. Çox sağ olun, gözəllərim. Məni bəyəndin. Belə. Sonra. Sən bəyəndin? Ən favori videolarımdan olan Ragif'i gıcık etmə videosunu editlediğiniz için teşekkür ederim. Növbəti videomuz. Bir dakika. Ragif'i gıcık etmə videomuzu editləmişsiniz. Bakın. Bekleyək. Önce bunları çevirək. Ne dedim baba?
Ne dedim? Mama. Xarab olub deyirəm. Mama ne dedim? Siz ne dedim? Gerçek. Raqifi hardaydıq biz onda? Qəbələdə Mama bak dəli ne etdiyimiz dedim? deyirdim ki, aşkım eləmə. Deyirdim ki, Raqifi dəli etmə videomuzu editləyiblər. Yoksa da ne dedim? Nə deyirdim? Ən sevdiyim videolardan olan deyir. Sen Nə deyirdim? Nə deyirdim? Soyadı Səfərov. Sonra ne dedim? Bilmədim axı. Nə deyirdim? Değil harap olup harap olup. Xarab olub, xarab olub. Sonra Hə, sonra dedim, hara xarab olub? Bu niyə işləmir dedim. ne dedim? Bu oğlanla video çəkmək çox çətindir, çox. Sonra ne dedim? Evet, bu Mızmızın videoda- şansa git. Videoda Ne dedin? Mızmızın şansa git. Sen de neysə. terlik gelecek. Təli. Bizə maşını yoxdur. Bizə maşını deyilən yoxdur. Yaxşı da, aşkım düz otur. Yaxşı, davay, bir şey dava bitdi. Evet. Ay Allah, sizdə də belədir. Axır zamanlar bunlar heç yola getmirlər. Yaxşı day. İmdad deyə qışqıracam indi, yaxşı. Hə. Hə, indi növbəti videomuza keçək. Yəni itirdiyim videoları Allah sizi nə yapmasın? Hara getdi videolar? Aha, növbəti videomuz. Okuyordum indi. Bəsdirin də. Çok o zaman. Ne dalaşırsınız? Bəsdirin də. Bas Durmular bir yerdə. Yaxşı. Yaxşı day. Yaxşı. Yaxşı, video çəkirik. Yaxşı. Bu videonu çalışacağım ki, çox şey eləməyim, çünki promo indi çəkib indi də paylaşıram. İndi bir dəqiqə gözləyin. Hə, növbəti videomuz. Mama. Dedim Hə, Rauf getdi. Qaldıq baş-başa. Bu videonu da çox bəyəndim. Vəbşə bəzi videolar var ki, yəni öz çəkdiyim videolar o kadar. ben sen katılamam. Ay Allah, qurban olalım. Bu videoya bakmasın. Qısqanacaq. Ata zaten bax bu videolara. Çəkəndə şahid olur o qədər. Hə, bu halımı çox bəyəndiyim üçün bununla olan editləri də çox bəyənirəm zaten. Bir də bir qısım göstərəcəm sizə. O editləri çox bəyənirəm. Yəni o videoyu o da çox qəşəng düşmüşəm deyə o editləri çox bəyənirəm. Hə, yəni çox sağ olsun. Yəni eyni izləyicimiz düzəldir deyəsən. Aysu yaxud İradə ikisindən biri düzəldib bunu. Sonra ilk dəfə cavab verdiyim üçün paylaşıblar. Səda xala fark etdi deyə. Uşaqlar, mən bütün yorumlara cavab yazıram. Paylaşılan bütün editləri bəyənib cavab yazmağa çalışıram. Sadəcə öz videolarımızda da hansı yorumunuza cavab verə bilmirəmsə, o YouTube qoymur mənə cavab verməyə. Yəni də ötən videoda da bunu demişdim. Məsələn, cavabı yazıramsa, orada yazılan xəta baş verdi. Mən o cavabı yaza bilmirəm. Elə vaxt suallar verilir, ona belə bir neçə müddət sonra cavab verə bilirəm. Yəni o əlimdən gəldiyi qədər gördümsə bəyənirəm, bəyənirsə cavab yaza bilmədimsə sadəcə bəyənirəm, yəni belə. Həmin videolardan biri belə bir şeydi ki, Səda xala gördü və fark etdi. Bu nerede? Bunu söyleyeceğim. Göster. Göstereceğim. Bu arada YouTube izləyicilərimiz artıq Instagrama gəlməyə başlayıb və Instagramda Sevranın körpəli şəkilləri ilə doludur. Sevranın körpəli şəkillərindən qızlarım editlər düzəldiblər. İndi sizə o editləri göstərəcəm. Başlayaq. En yukarıda başla. Bir də bu editi var. Bunu göstərim, sonra digər edit haqqında danışarıq. Baxın. Sevranın körpəli şəkillərindən düzəldiblər. Keçicim, hər şeyim. Sonra göstərəcəm aşkım. Bu videoya da yenə hər zaman olduğu kimi, yəni heç bir izləyicinin düzəltdiyi editə haqsızlıq edə bilmərəm. Əsas odur ki, əziyyət çəkimisiz hazırlanmısınız. Deməli, bizimə baxın, necə baxır burada, bizi. Sırada Sevroş. Ay mama! Can, gəldinə. Hə, növbəti videomuz. Ebirdi. Yeni yondu. Deməli, bu bir baxım görüm həmin videodur. Hə, bu video məni çox duyğulandırdı həqiqətən. Çox da xoşuma gəldi. YouTube'a necə başlamış? Artıq 10 aydır sizinlə birlikdəyik. Və bəzi izləyicilərim 10 aydır, bəli. Artıq 2 ay sonra 1 il olur.
Neçə nəfər olacaq? Arkadaşlarımız Belki de görüşəcək. bir iki yıl sonra herhalde biz YouTube'a devam etsək, orada neçə izləyicimiz olacaq bilmirəm. Amma indi hal-hazırda neçə izləyicimiz var bizim? 1420. 1420 izləyicimiz var. Allah bilər onda neçə izləyicimiz olacaq. Yəni biz kiçik bir lap sıfırdan başlamışıq. Hal-hazırda 1420 Onda nəfərik. mənim 5 yaşım var idi deyəsən başlayanda. Yox aşkım 6. Məktəbə gedirdi. Məktəb alış-veriş. Yo baxça, bax nəydi? Şey gedirdim. Şey Bir mən. dəqiqə pəncərəni bağlayım. Siz Sevrosla danışın. Maşın səsləri gəlir. Hə, onda şey gedirdim. Kursa gedirdim. Yox, kursda biz YouTube çəkmirdik ki. Yo, başqa kursa gedirdim. Yox, məktəbə qədər 6 yaşında kursa gedirdim. Biz birinci sinif videolarından başlamışıq. Yo. Hə, aa. Gel bak, yok. Biz şeyden başlamışız. Birinci ben 6 yaşından kursa gitmeye başlamışım. Onda başlamışım. Kursa yox, məktəbə qədərə gedirdi. Məktəb bazarlığını eləmişik. Hə, bildim. Kursa gedirdi. Nələ məktəb başlamamışdı. Başa düşdüm. Hə, ondan başlamışdı. Düz deyirsən. Prosta 6 yaşın olmuşdu da. Hə. Nəysə bir bazar. Rauf, gəl bura, Rauf. Qıyaqlasın. Gəl, yox ağlamasın. Gəl, oğluşum. Gəl bura mama qurban, gəl sənə qurban. Gəl, videonu da itirdim, Allah qəzməsin. Hə, nəysə, bu video məni çox duyğulandırdı. Necə başlamışıqdan başladı, necə davam ediyə qədər edim, necə davam edir. Bir dəqiqə Rauf'u sakitləşdirim, gəlin. Gəlmədi. Uf, əsəbləşdirdi məni, gəlmədi. Nə qədər elədim ki, deyə tuta bilmədim, gəlmək istəmədi. Nəysə, gəlməsin. Hə, belə. Harada qalmışdıq, bir dəqiqə. Şey. Hə, burada. Hə, indi o videonu sizə göstərirəm. Necə başlamışıq, necə davam edirik. Kimi bir edit hazırlayıblar qızlar. Belə. Məncə çox qəşəng də alınıb. O zaman siz də görün. Onda başlayalım. Belə davam edir. Da ata axmayım da gəlsin. Hə, hamısını göstərəcəm. Sandra, hara getdi? Yenə etdi. Yox, etmədi. Hə, burada. İndi yenə videoya 10'a 100, 10'a 1000 nə qədər xal verə bilirsiniz, yüksək xal, o qədər xal verirsiniz. Çünki çox qəşəngdir. Editlərin hamısı çox qəşəngdir. Sonra növbəti. Sonra biraz keçsin, mən özüm sizdən editlər istəyəcəm ki, bu editi düzəldin, o editi düzəldin. Çox qəşəng editlər çıxacaq məncə ortaya. Yenə mən ata kiməsin. Hə, Vaqif yoxdur, qız əsniyir onun yerinə, Allah Allah. Növbəti editimiz Sevoşun yenə kiçiklik şəkillərindən Çox düzəldildi. Aha. Buna Geriyə, yəni Sevoşun indiki halından kiçiklik halına qədər dönüblər oran. arkadaşlar, mən ən çox nəyi sevdim? Onda bu arada mənim öz telefonu var, kamera arxasındadır. Çəkiliş etdiyimiz telefon Sevoşun telefonudur. O şeyi öz TikTok'umda da paylaşmışım. Hə, editlərinizin bəzilərini Sevra deyəsən öz TikTokunda da götürüb paylaşıb. Belə, növbəti Bir videomuz. dəfə sizə mənim TikTok'da necə video çəkdiyimizi sizə göstərəcəm. Aha, Sevranın TikTok videolarını Bugün keçər videonu bir dənə saxlayın, altta yorumlara yazın ki, Sevranın hesabı gizlidir. Sevranın çəkdiyi TikTok videolarından bir video gəlsinmi, gəlməsinmi? Sizə maraqlıdırsa yazın yorumlara. 1-2-3 video sonra onu çəkib paylaşırım. Deməli, növbəti video Sevroşun atası ilə olan videosunu edit edib qızlarım. Hal-hazırda baxaq. Bunu çox bəyənmişdim. Bir dəqiqə, bunu yorumsuz qoya bilməyəcəm. Sevranın o gün biz, yəni videomuzu ilk izləyənlər varsa, yəni bu video ilk dəfə kim bizlə tanış olursa, bilmirlərsə, biz canlılar açırıq arada və o canlılarda Sevra mahnı oxuyur, deyib gülüb söhbət edirik. O günlərdə yenə bir canlımızda Sevra ata mahnısını oxumuşdu və o mahnısından qızlarım götürüblər, o kadrları edit eləyiblər və mən çox bəyənmişdim bu editi. İndi sizə göstərim deyim. Siz də baxın, məncə sizə çox bəyənəcəksiniz. Həqiqətən çox bəyənmişdim.
Gerek deyim, bunu Instagramda mənə göndərsin. Mən də paylaşım TikTokda və yaxud Mama, Instagramda. onu mən bilirəm necə. Bunu götürürsən, bir yerdə belə xətt, belə şey olur. Onu o saxlayır, sonra girsən Instagramdan paylaşırsan. Hə, belə. Baxın siz videoya. Çox qəşəngdir. Atacan çocukkenin gözyaşı var. Takat getirmez dünya senin kimi daya. Rahat getirmez kurban olum ki koymadın. Çetin günler gülüm senin kimi sevir dahi. Belə. Məncə çox qəşəngdir. Yəni bunu həqiqətən çox bəyənmişdim. Bütün editlərimiz qəşəngdir, amma ata deyincə məndə axan sular durur. Çox qəşəngdir. Həqiqətən çox bəyənmişdim. Sonra növbəti videomuz hansıydı aşkım? Yenə itirdim. Yenə itirdim. Hə, tapdım. Hə, növbəti videomuz budur. Bu da çox qəşəngdir. Benimki əziyyət çəkib yığıb hacım. Heç vaxt ağlamayaq ki, bizim babamız da pis olmasın. Aha. Növbəti videomuz əllərinizə sağlıq. Gözlərim çox qəşəngdir. Bu səhifənin bu editini daha çox bəyənmişdim. Hacım. Hə, denən. Denən də balam, denən də. Gəl. Gəl. Ay Allah, niyə ağlıysan? Hər şey üçün niyə ağlıysan? Niyə ağlıysan? Ay can. Anne bak. Anne bak. Anne bak. Anne bak. Anne bak. Niyə ağlıysan? Hadi bir şey demək istəyirdim, bir şey demək istəyirdim. Elə lə deyincə də ləbləbi dinən də. Denən. Denən. Həyatım. Bir dənə video deyəndilər, desin gəlir. Yox, elə desin. Hə, denən nədir? Anne bak, denən. Videolarımı izləyən söz yox, hamısı deyirlər. Amma iminli YouTube videolarını izləyən rəfiqələrim deyirlər ki, Raqif yoxdur, bu əsnir. Əsnir! Əsnir! Yine əsnir! Hasta. Hə, videonu izləyən rəfiqələrim deyir ki, sən bu oğlana necə dözürsən? Sən bu oğlana necə video çəkib editdirsən? Riya! Keçdi? Saçdaşdı? Hə? Hə? Saçdaşdı? Saçdaşdı? Hə, yox, keçdi. Hə. Yaxşı, indi otur sən də video çəkək. Mən bilməm bax sən nə deyirdin. Deyir ki, mən bayaq nə deyirdim? Öz yadımdan çıxıb mən sən yazma düşdür. Mən yazıb necə bilim? Deyirdik bayaq sən nə deyir? Mən nə deyirdim? Mən bilmirəm ki, mən nə deyirdim? Mən nə deyirdim? Bilmirəm bax sən, mən nə bilim sən nə deyirdin? Öz yadımdan çıxıb mən yapışıb düşüb mən nə deyirdim? Mən nə bilim? Mən nə bilim sən nə deyirdin bala? Mən nə bilim sən, psixologiyam pozuldu. Mən nə bilim sən nə deyirdin? Mən nə deyirdim mama? Mən nə bilim sən nə deyirdin? Mən nə deyirdim? Uşağımın başqarı bulun. Hə. Mən bilmirəm sən nə deyirdin, sən nə deyirdin? Mən nə deyirdim mama? Aşkım, mama, hələ buranı oxumaq potensialına sahib deyil. Mən bilmirəm sən anlamda, yəni beynimdən keçənləri bilmirəm. Mən nə bilim sən nə deyirdin? Mama, Hə, ata bayaq mənə deyirdi ki, ata ilə söhbət danışırıq biz əvvəllərdə. Mənim WhatsApp-ım var, təzə yükləmişik. Hə, ata ilə danışıram, atanı arada bir yığıram, üzümə söndürür. Şeydir, yığır, ata, neyinisən? Dirəsə iş görürəm, dirə 30 zəng eləmişdim, Rəqi dur, söndür telefonu. Mama, Hə. bayaq dedim mən. Bu arada sizə Bu edit videosunu. Bu edit videosu döndü nəyə deyir? Şimdi Rafi təsəlli eləmək videosuna döndüm. Bayaq Mama, mən bayaq nə deyirdim? Mama, mən bayaq nə deyirdim? Bu arada saçlarıma boya vurdurmuşam. Otur. Saçlarıma boya vur. Əslində mən evdə saçlarımı boyamışam.
Biraz saçlarımın rəngi dəyişib. Korичневый bir şey. A, bu nədir? Saçıma nə düşüb? Gülün şeyi düşüb. Yine Allah kahretsin. Bu gün məni öldürəcək. Belə yaxından görünür. Bir daha korичневый fason olub. Onu çəkmişəm, burası paylaşmadım. Belə. O ki var danışmışıq orada. Dedim bəlkə sıxılarsınız deyə paylaşmadım. O boya ilə oldu. Səboşun saçının önünə belə 2 dənə boya atmışam. Hə, nəysə, videodan çıxdıq, videoya davam eləyək. Gözləyim, devam edirik. Ay mama yanında. Hadi yok aşkım sen al, indi sakitləşib. Biraz ikimiz də görsən. Hepsi. Düz otur. Hə. Bizim hələ bayaq nə dediyimlərimiz davam edir. Hə, növbəti video harda qalmışdıq? Ay, yenə itirdim, Rəf, Allah şeyini atmasın. Harda qalmışdıq? Hə, bu video. Deyirəm axı, bəzi yerlər var ki, bəzi görüntü videolarımız var ki, o videolarda özümü çox sevirəm. Hə, o videolardan hazırlanan editləri də çox sevirəm. Hazırsınızsa o videolarda belə Ragiflə çarpışırıq. O hissəsi üçün ürəyim gedib çox qəşəng yanılıb. Ona da baxaq. Nə oldu? Evet, bu videomu çok beğenmiştim. Sonra növbəti izləyicimiz bu bizim ilk fan səhifələrimizdən idi, səhv eləmirəmsə. Bir də bizim adımıza mahnı hazırlayıblar uşaqlar. Bu mahnını kim hazırlayıbsa bilmirəm. Instagramdan var. Səfərov vlog yazıb o videonu orada mənə göndərsin zəhmət olmasa. Uşaqlarım hərəsi bizə dərdir. Növbəti videomuz. Neyini? Raf eləmə elə. Növbəti videomuz. Gəldən. Sonra. Növbəti videomuz. Adımıza aşkım eləməyin də. Növbəti videomuz adımıza düzəllərdən mahnıyladır və bunu mən çox bəyənmişdim. Hə, dur. Çox qəşəngdir. Bunu demək ki, yaxınlarımızdan hamıya qulaq asdırmışam. Çok qəşəngdir, çok beğendim. Arka arkaya sakit bir an, dört kalp bir yerde sanki bir can. Evimizde hoşbəxtlik var, Sevra Sevda Rauf Ragif bir aile. He, bir aile. Birlikte güçlüyük biz, geleceğe bakırıq ümidlerle. Sevgi dolu her bakış, Sevra Sevda Rauf Ragif bir aile. Bir aile, ailem. Gördünüz mü? Ben çok beğenmiştim bu mahnını. Bu mahnıyı da yakınlarda bir şortla çekeceğim. Suyun intellekten düzeltilir. Ne diyordum? Kim düzeltebilirse bu suyun intellekten mahnı. Geçen mahnılar düzeldin. Ben de onlardan şart çekeyim. Sonra növbəti videomuz. Diğer videomuz uşaqların maşında çəkdikləri bir short paylaşmışdım. Sonra sildim onu. Ona götürüblər uşaqlar. Silmişəm, bilmirəm. Amma neyse uşaqlar ondan edit düzəldiblər. Fotoğraf, saxla. Belə, bu da çox qəşəng idi, çox bəyəndim. Sonra Sevoş'un ilk videolarından düzəldiblər uşaqlar edit, ona da baxaq. Rafqat nasıl? Növbəti videomuz. Hazır mısınız? Ragif bu video çox xoşuna gəlmədi, nə yalan deyim. Çünki onun yıxılmağını edit edib paylaşıb. Yəni edit edib paylaşmışsınız. Belə oldu, hə? Mən o izləyicilərdən küstüm. Belə deyil, bayatırənləri görən kimi paylaşımı göndərdim ona. Yalnız belə oldu da, hə? Mən küstüm izləyicilərdən. Ancaq mənim yıxılmağımı edit eləsinlər. Mənim bir yaraşığımı edit eləməzlər deyir heç vaxt. Deyirəm ki, xeyr ola ki, sənin yaraşıqlığını edit edib paylaşmalıdırlar. Yo, elə belə oldu. Neyse, indi hazırsınızsa sizə göstərirəm.
Yəni mən bu videoda çox əylənmişdim. Videonu çəkərkən bir əylənmişdim. Editləyərkən bir əylənmişdim. Sonra da oturub evdə özümüz baxarkən bir əylənmişdim. Yəni bu video məni öldürüb, amma bu videoya siz yaxşıca baxmamısınız. İzlənməsi çox aşağıdır. Yəni bu konuda sizdən küsmüşəm. Yalan deməyəcəm. Yəni o qədər əziyyət çəkmişəm o videonu. Ragif o qədər əziyyət çəkib, amma heyf o videonun izlənməsi çox aşağıda, aşk olsun sizə. İzləyicilərimizə Hayat yaşıyordu. Gerçekten hayat yoldaşımdan ne istiyorsunuz? Böyle şeyler eləmək olar. Aa, bu ne deməkdir? Asla bir de böyle şeyler eləməyin. qoy arkadaşlar. Ragip baxacaqsın bir eləmirəm. Like. Sonra növbəti videomuz. Ama da sen her şeye niye ağlıyorsun axı? Ha, otur. Otur sen de bizden seç. Ha. Yaxşı. Otur. Ha, otur bizden. Gün kimi videomuz pisə dönür. Heç nə yox, dönmədi. Çəkil. İzləyicilər öyrəşiblər Rafin bu hallarını. Hə. Yaxşı. Uzan burada. Videomuzu sabit eləmək üçün əlindən gələni eləyir. Beyefendi. Eyb yoxdur, yatsın. Sonra son hazır çəkdiyimiz videolardan belə bir şey. Bir də deyəcəm qızlar sizə. Bunları bu ərəb mahnısı oxuyur sonra short şey eləyir, yəni çəkir. Bunu mənə bu mahnı ilə düzəldin də. İradə arşivə deyirəm ən çox belə. Siz də yəni Instagramdan mənə video göndərə bilirsiniz də. Orada yəni düzəldin mənə Instagramda göndərin. Belanı baş. Baxın. Bu videoya baxın. Belə kapak qoymuşam ha baxın. Baxın bu videomuz var ya. Qəbilədə çəkmişik onunla, o shortsdan çəkmişik. Gözlə gəç, nədir ha? Bu ayaqlarından bacı olur. Hə, eləmədi də, aylama. Yaxşı. 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 Hə, deyə bu da tapdım. Bu videomuzla düzəldim onu. Bu videomuzla düzəldim onu mən də paylaşım. Instagramdan göndərim, mən də paylaşım. Sonra, getdik. Növbəti shortsumuzu izləyək, yəni editimizi izləyək. Hara getdiksə uşağa göndərdim. Mənim videom burada. Sonra, növbəti videomuz. Bunu da çok beğenmiştim. Çok geçen giydim. Bu da çok geçen giydim. Bunu da çok beğenmiştim. Ellerine sağlık. 16'ların videolarını çok geçen geleyim. Ben videolarını şey eləyim. Neyini? Pis eləyim. Pisdir ki sen videoların. Mən o qədər edit... Hə, sen deməksən ki sizin editləriniz çoxdur, mənimkiler azdır, hə? Duydunuz mu? Ve daha. O sırada filmdeki böyle bir seni. İndi bu edit düzəldən qızlarım. Sizdən xahiş eləyirəm. Bu Rafın, buyur. Gözünəyə baxın. Bu Rafın mızmızlandığı, ağladıqları, qışqırdığı, yox dediyi, nə bilim, nə Rafın narazı olduğu hansı videonu tapırsınızsa bir dənə mənə qəşəng edit yığın. Mən onu saxlayacağım, gələcəkdə özünə göstərəcəm. Ki, sən gör bizim başımıza nə oyunlar açmısan. Buyur. Mama, bir də bizim eyni yerdə oturdığımız videoları düzəltsinlər də nə olar? Sənlə mənim bir yerdə videolarımızı. Oturmuşuq bir-birimizlə yanaşı. Yaxşı. Onları düzəlt. Əyəmə. Belə editlərimiz bu qədər. Təkrar hər birinizə uşaqlar ayrı-ayrılıqda çox təşəkkür edirəm. Əziyyət çəkmişsiniz. Çox sağ olun. Ancaq bu Raf videoda ağladı. Çox sağ olsun ki ağladı. Sərdə doy. Çox sağ olsun ki ağladı. Sərdə doymasın. Başarıyım. Bu videomuzu nə üçün? Eyb yox, niyə? Sərdə doymasın. Uşaqlar öyrəşiblər Rafın bu hallarını. Yəni editlərin hər birini çox bəyəndim. Hamısı çox bir-birindən qəşəng idi. Çox qəşəng idi həqiqətən. Bir-birindən çox qəşəng idi. Yoxsa hamısı qəşəng? Puanlamam lazım olsa ən çox hansını bəyəndim? Yox, valla seçə bilmərəm ki, ən qəşəngi bu idi. Hamısı qəşəng idi. Yəni mən üçün yenəcəm, əsas olan sizin bunları düzəltməyinizdir. Əziyyət çəkmişsiniz. Belə editlərimizi izlədim videosu. Burada sona ərir. İndi gedirik. Ərir nə idi ya? Ayda düz deyirsən, ərir nə idi ya? Sona yetir. Ərir, ayda arıqladım ha 5 bu. Ərir nə idi? Nəysə. Sona yetir. Bu Türkçe bizi şey deyib, yəni o qədər baxırıq ki, Niyə baxırıq?
Yəni ücretdə dilimizdə o sözlər gedir. Nəysə. Ərir. Tungayır. Sana yetdi. Tungayır. Biz birazdan bugün yəni gedirik Masallıya. Paketi yandı diyor. Hə, gedirik. Gerçek kadın. Neydi çok sağ ol. Bir tane dovşanım var bu arada. Bilmirəm bu Benim videonu. Benim de makyapım var. Bilmirəm burada Mama. mı? Ay. Hə. Makyapta basarda yapabilirim. Hə, apaya biyəsən. Sakal. Oh. Şey eləyək. Bu videonu burada sonlandırım. Durum, gedim. Sizə yeni bir vlogu başladım. Hansı vlogdur o? Masallıya hazırlıq çantamızı yığdıq və masallı yolculuq videomuzu sizə başladım çəkməyə belə. Mən uzun yolda bir dənə siz bu videoya tez cavab yazın. Get buradan babamın yetiştirdi. Nə diyor? İraq olsun, alacaqanız görüb. Hə, siz bir dənə mənə tez yazın görüm. Maşın vloqlarından sıxılmırsınızsa, yəni mütləq sözümə cavab yazın. Maşın vloqlarından sıxılmırsınızsa, maşında vurmadım ya, alacaqanızı qovdum. Maşın vloqlarından sıxılmırsınızsa, gedəcəyimiz anları çox çəkim. Çünki bizim ailə olaraq maşında gedərkən mahnı dinləmək, nəsə yemək, əylənmək falan çox xoşumuza gəlir. Əgər siz də o anlardan sıxılmırsınızsa, o anlarda sizə çəkir. Əgər sıxılırsınızsa, o anları qısa çəkim. Şəhər masalda da bir dənə masalda da istəyirəm ki, bir dənə video yazayım. Nədəmin həyatını sizə göstərdim. Göstərmişik də. Ya, yaşlarını göstərməmişəm ona görə. Yaxşı. Belə, bugünkü videomuz da bu qədər. Nənəmin ev turu gəlsin mi? Bəs xanımın da ev turu gəlsin mi? İkisinin də ev turu gəlsinsə yorumlara yazsın. Hə. Bunu yapabilirim, bunu yapabilirim. Hə, apara bilərsin. Yaxşı, iki nənəmizin ikisini də ev turunu çəkib paylaşarıq. Belə, bugünkü videomuz da bura qədər. Ümid edirik ki, bəyənmişsinizdir. Videomuzu... Atamsız ağlamayacağım. Belə, bu dəfə Raqib də bizlə gedir. Ona görə də Sevra ağlamayacaq. Videomuzu bəyəndinizsə, kanalımıza abunə olun. like atıb, yorum yazmağı unutmayın. Əziz Səxanov ailəsini sizi sevirik.